Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəmində yaranan mübahisə zaminində qohumu Fidanı öldürüb. Teleqrafın əldə etdiyi xəbərə görə Vüqar 1989-cu il təvəllüdlü Ecey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib. O bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-sində səhər saat 7 radələrində bacısının Gəncə şəhəri Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, həmin havanın işıqlanmasını gözləyib. Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib. Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb. İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 xılqanlıq niyyəti ilə qəsdən adam öldürmə, 120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, mərhum Fidan onun ata bir bacısıdır. Bacımla dəfələrlə telefonda danışmışam və görüşmüşəm. Onun müğənnilik fəaliyyətindən çəkinməsini istəmişəm. Müğənnilik edən qadının abır həyası olmaz deyə düşünmüşəm. Hər ehtiyacını ödəyirəm. Müğənnilik fəaliyyətindən əl çək demişəm. Bacım isə mənə bildirdi ki, 9.000 manat borcu var. Bu borcun tam ödənilməsini də öz üzərimə götürdüyümü bildirdim. Bir nəfərin yanına gedərək mənə sabaha 10.000 manat pul lazım olduğunu, həmin məbləğin evimi satdıqdan sonra qaytaracağımı söylədim. O da problem yoxdur dedi. Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı səs-küy edib dava salıb və orada uzaqlaşıb. Sonra qardaşım Əhmədlə bibim oğlu Əfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O mehribançılıq yaratmaq üçün gəlmişdi. Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsində mənə zəng də olunub. Gülnar və Səidə adlı şəxsləri tanıyıb tanımamam soruşulub deyə o ifadəsində göstərib. Vüqarın ifadəsinə görə bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib. Axırıncı dəfə noyabrın 2-sində Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi. Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan xəbər tutan bacım oraya gəldi. Gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı, ona buranın yaşayış yeri olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqir oldu. Nəticədə bu hadisə baş verdi deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Vüqarın sözlərinə görə hadisə baş verən zaman Sumqayıt şəhərində yaşayıb Gəncəyə taksi ilə gəlib. Həmin əraziyə də taksi ilə gəldim. Fidangil özlərini aşağı düşdülər. Qardaşımın qayını arvadı, bacısı da orada olublar. Onlar taksiyə yaxınlaşdılar. Fidan məndən bura niyə gəlmişsən deyə soruşdu. Gəlmişəm səninlə söhbət etməyə dedim. Bacımın binanın qabağında söhbət etməyimizi ayıb olduğunu bildirdim və evə qalxmağı təklif etdim. O səs-küy, qışqırıq, bağır saldı, polisə tərəf getdim. Ona 17 bıçaq zərbəsi vurdum. Hadisə vaxtı qardaşımın qayını da yanımdaydı. Daha sonra məni polis şöbəsinə apardılar. Fidan isə hadisə yerində qaldı. Bacıma kömək olunub-olunmamasından xəbər tutmadım. Mən tanımadığım yerə gəlmişdim. Bıçağı bacımı öldürmək məqsədi ilə götürməmişdim deyə Vüqar ifadəsində göstərib. Vüqarın ifadəsinə görə bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb. Anamı da eyni səbəbdən qətlə yetirmişəm. 15 ildir həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul etmirəm. Cəza çəkən bacım
çəkən zaman bacıma zənglər etmişəm, bu yoldan çəkinməsini istəmişəm. Fidan mənə müğənnilik fəaliyyəti ilə məşğul olmayacağına söz versə də vədinə əməl etməyib. Mən bacımı öldürmək istəmirdim. Onun ölümünün səbəbkarı öz qohumlarıdır. Bacım evimi verməyi təklif etmişdim. Törətdiyim əməldən peşman deyiləm, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Fidanın hüquqi varisi qismində bacısı Əsmər tanınıb. Hüquqi varis həm də təqsirləndirilən şəxsin ögey bacısıdır. Əsmərin sözlərinə görə Vüqar dəfələrlə ona zəng edib, sən şərait qur, mən gəlib onların kökünü kəsim deyib. Ona yalvardım. Bizim bacımızın pis bir şey olsa oxumasına özüm razı olmaram deyirdim. Bacım sadəcə çörək pulu qazanırdı. Hadisə yerində mən olmamışam. Danışılanlardan bilmişəm ki, Vüqar Fidana 17 bıçaq zərbəsi vurub. O bacımın müğənnilik etməsini istəmirdi. Mən də yaxşı müğənnilik etmirsə onda gətir ona çörək ver deyirdim. Vüqar Fidanı əri Zauru da hədələyirdi. Sən evdə bir şənlik hazırla, çağır məni, gəlib onları qırım söyləyirdi. Vüqardan şikayətçiyəm deyə hüquqi varis ifadəsində göstərir. Fidanın öz anasının bacısı isə bildirib ki, təqsirləndirilən Vüqar onun bacısının ögey oğludur. Bu, Vüqarın 3-cü cinayətidir. Mən övladım yoxdur. Mən Fidanla bir yerdə yaşayıram. Qətl hadisəsindən əvvəl Vüqar Fidanı aldadaraq Bərdə rayonunun kəndinə aparıb. Orada Fidanı gizlədərək ot yığdırıb. Fidan orada mənə zəng etdi, olduğu yeri dedi. Mən də özümü ora çatdırdım. Vüqar ot tayasının arasından silah çıxardı və bizi bir təhər oradan qaçdıq deyə o ifadəsində göstərib. Şahid daha sonra ifadəsində göstərib ki, Vüqar Fidana zəng edərək müxtəlif vaxtlarda ondan 200 və 400 manat pul alıb. Vüqar məhbəsdə çıxan kimi Fidanı hədələməyə başladı. Fidan isə Vüqar, sən mənim qardaşımsan, sənə hörmət eləyirəm deyirdi. Gecə saatlarında Fidanın bacısı mənə zəng etdi. Vüqarın 3-4 silahlı adamla evlərinin qarşısına gəldiyini, pəncərələrini, barmaqlarını çıxardıqlarını, onlardan çölə çıxmağı tələb etdiklərini dedi. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Daha sonra işıq projektorunu Vüqargilə tərəf tuşladım. Orada 3 nəfər gördüm. Əllərində silah tutmuşdular. Mən orada silahlı adamları görmüşəm. Fidanın vurulmasını görməmişəm deyə o ifadəsində də belə qeyd edib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasının ilk 5 ilini xüsusi rejimli cəza çəkmə müəssisəsində, qalan hissəsini isə ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl Vüqar öz doğma anasını öldürüb 2009-cu ildə ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 15 il cəza alıb. O, həmin dövrdə də Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü maddələri ilə ittiham edilib. O, 2008-ci ilə Bərdə rayonunda anasını döyə-döyə öldürüb. İddia olunur ki, Vüqar anasını da qısqanclıq zəminində qətlə yetirib.